Salam dostlar, 9 Mart 2026-cı il. Buraxılışa düşmüş 82-ci sual bu. Ətraflı sualların izahına baxarım. Deyir ki, alfa və beta uyğun tərəfləri paralel olan müxtəlif adlı deyirsə o zaman o dəqiqə yazmalıyıq ki, alfa üstə gəlinmiş beta 180 dərəcədir. Çünki müxtəlif adlıdır. Gamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı. Onda yazıram gamma bərabərdir, fiyə eyni adlıdırsa bir-birinə bərabərdir. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Onda alfanın dərəcə ölçüsü, gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Gamma alfadan 20% azdır. Onda gamma olacaqmı? 0.8 A diye. Daha sonra ne diyor? Diyor ki fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Yazalım fi və beta. Fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdursa, onda betaya bir B desəm, fi olacaqmı? Nə? 20% çox. 1,2 B olacaq. Ədədi faizə çevirdim. Ve buna uygun olarak alfa ve beta'nın her birinin derece ölçüsünü tapın diyor. Gelin tapalım. Ben bilirim ki alfa ile beta'nın cəmi 180 derecede. Alfaya A yazdım. Beta'ya da bir B yazdım. Bu olacak 180 derece. Daha sonra fi'ye bir, gamma'ya bir ne yazdım? 0.8 A yazdım. Fi'ye de 1.2 B yazdım. Onlar da birbirine beraberdir mi? Virgülleri atarıq, her tarafı 4'e bölərik. Onlar 2A beraberdir 3B'ye. Onda yazarım ki A 3K'ya, B ise 2K'ya beraber. Getirip burada yerine koyaram. 3K üstə gəl 2K beraberdir 180. 5K bərabərdir 180 dərəcə. K-nı isə neçə taparıq? Əlbəttə ki 185-ə bölərəkdən 36 dərəcə taparıq. Alfa A-nı və B-ni tapanda 2-ni 36-ya vuranda bizə verir 72, 3-ü 36-ya vuranda eləyir 108. A və B-ni tapdım. Mənə deyir ki, alfa və betanı tap. Alfamız A idi, betamız da bir B idi. Həll elədim. Bəs deyirsiniz ki, müəllim bu ətraflıya düşəcək sualdırmı? Bu nisbətən ətraflıya düşə biləcək sualdır. Amma qapalıya düşsəydi daha yaxşı olardı. Niyə vaxt tələb eləyir? Uzun-uzadı həll yazmalısan. Bunun başqa əlbəttə ki üsulları da var. Siz özünüz daha əlverişli üsullarla da bəlkə yazmısınız, daha tez həll eləmisiniz. Amma düşünürəm ki, bu ətraflılıq sual deyil, vaxt aparan sualdır nisbətən. Qapalı suallara düşsəydi daha yaxşı olardı. Ona görə bu suala 10 üzərindən 6.5 verirəm. Məncə bu ətraflılıq sual deyil. Və siz neçə verərsiniz uşaqlar?